isə baxaq dövlət anlayışı nədir və dövlətin ərazisinə hansı sahələri daxildir? Hər bir dövlətin quru, su ərazisi və hava məkanı onun dövlət ərazisinə aid hesab olunur, belə deyək. Yəni quru, su ərazisi, bir də hava məkanı dövlətin öz ərazisidir və dövlətin sərhədləri hara hesab olunur? Məsələn, deyək ki, Xəzər dənizində 12 dəniz mili məsafəsi dəniz sahilində olan ölkəyə aid hesab olunur. Məsələn, Xəzər dənizində də 12 dəniz mili, bir dəniz mili də 1850 metrdir. Bu məsafə bizim məhəlli sularımız hesab olunur. Yəni tamamilə Azərbaycan ərazisinə daxildir. Sahildən 200 milyədək olan məsafədə yerləşən su akvatoriyası isə iqtisadi zonadır. Yəni burada biz 200-ü 1850-yə vuraraq tapa bilərik ki, bu neçə kilometr məsafə edir və iqtisadi zona bütün dövlətlər tərəfindən nəqliyyat kommunikasiya məqsədi üçün istifadə oluna bilər, amma təbii ehtiyatlar yalnız dövlətin öz ixtiyarındadır. 200 mildən kənarda olan isə artıq bu neytral sular sayılır və bütün dövlətlərə açıq ərazidir. Baxın burada göstərir. Məhəlli sular 12 mil, iqtisadi zona 200 mil, neytral zona 200-dən digər kənara olan yer. Ölçəyin mövqeyi həm də üç səviyyədə, yəni miqyasda qiymətləndirilə bilər. Mikro, mezo, makro mövqe. Mikro mövqe yəni qonşu dövlətlərə nəzərən mövqeyidir. Mezo regionda olan mövqeyidir. Makro isə artıq bütün dünyada olan mövqeyidir. Məsələn, Böyük Britaniyanın burada mikro mövqeyinə baxaq. Qərbi Avropada Böyük Britaniya və İrlandiya adalarında yerləşir. Şimal dənizi, La-Manş boğazı ilə digər ölkələrdən ayrılır. 4 tarixi ərazisi var: Şimali İrlandiya, Şotlandiya, İngiltərə və Uels. İndi baxaq mezo mövqeyinə. Yəni regionda necə tanınır? Qərbi Avropada iqtisadi və siyasi gücünə görə seçilir. Almaniya, Fransa, İtaliya ilə birlikdə regionun ən güclü dövlətlərindəndir. Makro artıq dünyadakıdır, yəni böyük ölçəklərdə mühüm rol olması və müstəmləkəçilik siyasəti ölkənin həm siyasi, həm də iqtisadi qüdrətinin yüksəlməsinə imkan vermişdir. Daha sonra, bu geosiyasət elmi nədir? Bu ölkələrin geosiyasi mövqeyini onun belə qlobal miqyasda, yəni dünya miqyasında öyrənir geosiyasət elmi. Burada da əsas məsələ coğrafi determinizmdir. Bu bildiyiniz determinizm deyil, yəni bu coğrafi determinizm bir qədər digər, yəni elmi determinizmdən fərqlənir. Determinizm nəzəriyyəsi belədir ki, deyir ictimai inkişaf cəmiyyət qanunlarının nəticəsində deyil, təbii coğrafi amillərin təsiri ilə baş verir. Yəni demək istəyir ki, dövlətlərin idarəetmə forması olsun, ölkənin inkişaf səviyyəsi, hətta insanların deyir öz psixoloji, fiziki vəziyyəti də hamısı deyir təbii amillərdən asılıdır. Məsələn, isti enliklərdə yaşayan insanlar belə yaradıcılığı elə bil ki, daha zəif olur. Hər hansı bir böyük ixtiralarda, məsələn, və yaxud da kəşflərdə biz həmin ölkələrin adını görmürük demək olar ki, çünki isti olduqda insan bir növ öz canının dərdində olur ki, bir sərin yer tapım. Amma daha sərin, soyuq ölkələrdə yaşayan insanlar adətən səyyahlar, kəşf edənlər, ixtiraçılar olub. Və bu geosiyasi strategiyanın məzmununa baxaq. Geosiyasətə nələr aiddir? Dövlətin geosiyasi maraq dairəsinin təyin edilməsi, müxtəlif ölkələrlə münasibətlər sisteminin qurulması və dövlətin maraqlarının təmin edilməsi metodlarının işlənməsi. Bir növ geosiyasət bilirsiz nədir? Yəni bir növ ölkəni siyasi baxımdan digər ölkələrə tanıtmaqdır. Yəni biz ölkəni necə tanıda bilərik? İqtisadi metodlarla, yəni iqtisadiyyatını inkişaf etdirməklə, hərbi metodlarla, hərbi gücünü göstərməklə, kulturoloji metodlarla, bayaq dediyim bu kino, film, mədəniyyətdir. Daha sonra siyasi metodlarla digər ölkələrlə siyasi münasibətlərdə göstərmək olar. Və bu dünyada bir sıra marionet ölkələr var. Marionet nə deməkdir? Ümumiyyətlə, baxın, marionet belə bir kukladır. Yəni insan tərəfindən idarə olunan kukladır və dünyada bəzi belə marionet adlanan ölkələr var. Məsələn, Serbiyanı deyə bilərik və yaxud da Xorvatiya. Onlar Rusiyanın marioneti hesab olunur. Yəni orada bütün belə deyək də, burada da qeyd olunub, müstəqilliyi formal xarakter daşıyır. Yəni güclü xarici dövlətin diktəsi ilə, yəni göstərişi ilə siyasət yürüdən ölkələrə deyilir marionet ölkələr. Məsələn, Moldova da əvvəl belə idi, amma Moldova artıq 90-cı illərdən sonra özü sərbəst siyasət aparır. Hal-hazırda Serbiyanı buna misal çəkə bilərik marionet ölkələrə. Daha sonra siyasi münaqişə regionları var dünyada. Və bu nəyə görə yaranır? Yəni nəyə görə ölkələr müharibə edir bir-biri ilə? Əsas məsələ burada adətən ölkənin sərhədləri məsələsi olur və həmçinin etnik məsələ ola bilər, siyasi də ola bilər. Və onu da qeyd etmək lazımdır ki, dünyada demək olar ki, hər yerində dünyanın kiçik müharibə ocaqları var. Deməli,
və bunlar da qaynar nöqtələr adlanır. Qaynar nöqtələrə məsələn Cənub-Qərbi Asiyada olan Kürd problemini demək olar, Suriya, İraq, Türkiyə, həmçinin hal-hazırda olan deməli İran-İsrail müharibəsində burada demək qeyd etmək olar. Şimali Kipr Türk Respublikası, bilirik ki, Şimali Kipri heç bir ölkə tanımayıb, yalnız Türkiyə tanıyıb belə müstəqil bir dövlət olaraq. Ümumiyyətlə bir ölkənin belə deyim, müstəqil bir ölkə olması üçün onu Birləşmiş Millətlər Təşkilatı, yəni BMT tanımalıdır ki, o artıq müstəqil bir dövlət kimi tanınsın dünyada. Həmçinin münaqişə nöqtələrindən İsrail, Fələstindir. Cənubi Asiyada Tamil İlan var Şri-Lankada. Azad Kəşmir, Hindistanla Pakistan arasında Kəşmir müharibəsi gedir. Sonra Şərqi Asiyada Tayvandır, müstəqillik əldə etmək istəyən, Tibetdir, Çinin ərazisində müstəqillik əldə etmək istəyirlər. Daha sonra Avropada Ukrayna, Rusiyanı bilirik. Deməli, əvvəl Krım idi, indi də davam eləyir bu. Daha sonra Şimali İrlandiya, bu İrlandiyanın şimalında olan ərazidir, müstəqillik əldə etmək istəyir və Ulster ərazisidir. Basklar ölkəsi İspaniyada, Afrikada Böyük Səhra Demokratik Respublikası, Qərbi Böyük Səhra. Bilirik ki, bu Qərbi Böyük Səhra, yəni Böyük Səhra Demokratik Respublikası deməli buradan bahsedilen məsələlərdən biridir. Moldovada Dnestriyanıdır. Gürcüstanda Cənubi Osetiya, Abxaziyadır. Deməli, bu da SSR dövründə həmin əraziyə köçüb yaşayan insanların indi müstəqillik əldə etməsi ilə bağlıdır. Dağlıq Qarabağda bu problem artıq həll edilib. Daha sonra əsas dediyi ki, burada sərhəd məsələləri ilə bağlıdır. Bu da nəyə görə? Ölkələrin sərhədləri tez-tez məcrasını dəyişən çay dərəsindən keçirsə, səhralıqdan yaxud da çətin keçilən dağlıq ərazidən keçirsə, sonradan bu ərazi iddialarına səbəb olur. Məsələn, Səudiyyə Ərəbistanla Yəmən arasında, Liviya ilə Çad arasında sərhəd səhralardan keçirdi. Əvvəl əslində buna çox da əhəmiyyət verilmirdi. Çünki səhra idi onsuz da. Sonradan müəyyən edildi ki, orada neft var, digər təbii ehtiyatlar var, yəni dəyərləndi ora. Ondan sonra mübahisə başlandı ki, bizim sərhəd buradan keçirdi, yox buradan keçirdi. Bu demarkasiya xətti nədir? Bizlə Ermənistan arasında da olmuşdu bu. Demarkasiya xətti, yəni dövlətlər arasında mübahisələr həll olunana qədər razılaşdırılmış bir xəttdir, sərhəd xəttidir. Və bu siyasi münaqişələrin iki həll yolu var. Biri hərbi müdaxilələrdir, bir də siyasi danışıqlar yoludur. Və siyasi danışıqlar yolundan həll etmək üçün də bir sıra təşkilatlar yaradılıb. Məsələn, Birləşmiş Millətlər Təşkilatıdır, Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatıdır, ATƏD, Avropa İttifaqı, Şimali Atlantika Müqaviləsi Təşkilatı, hərbi təşkilat olan NATO, Müstəqil Dövlətlər Birliyi, MDB belə təşkilatlardandır. Və bir sıra dünyada ölkələr var, hansı ki, onlar neytral ölkələrdir. Yəni heç bir hərbi münaqişədə iştirak etməmə öhdəliyi götürən ölkələrdir. Müharibələrdə iştirak etmirlər. Məsələn, Avstriya, İsveçrə, İrlandiya, Kosta-Rika, Panama, Kamboca, Özbəkistan, Türkmənistan, İsveç və sair bunlar neytral ölkələrdir.